Bismillahirrahmanirrahim. Müqəddəs kitabımız olan Quran-ı Kərimə tutulan iradlardan da biri bundan ibarətdir ki, deyirlər Quran-ı Kərim müasir tibb elmi ilə ziddiyyət təşkil edir. Daha doğrusu Quranın 1400 il əvvəl olmuş iddiası müasir tibb tərəfindən rədd edilir. Əsas nədir? Deyirlər Quran-ı Kərimdə 3 məsələnin yalnız və yalnız Allahın elminə məxsus olduğu bilinir. Lakin bu 3 məsələ bugün müasir elm tərəfindən həll olunur. Nədir 3 məsələ? Biri budur ki, Quran-ı Kərimdə deyilir ki, yağışın nə vaxt yağacağı, haradan yağacağı, necə yağacağı Allahın qeyb elminə aiddir. Amma hazırda hidrometeoroloji elmlər bildirir ki, yox, nə vaxt yağış yağacaq, neçə gündən sonra yağacaq, hansı coğrafi məkanda yağacaq, nə qədər yağacaq, hamısı bəllidir. Deməli, hidrometeoroloji elmi Quran-ı Kərimi inkar edir. İkinci məsələ deyirlər ki, Quranda deyilir ki, ana bətnində olan uşaqların erkək və ya dişi, oğlan və ya qız olduğunu bilən yalnız Allah Teala'dır. Halbuki müasir texniki avadanlıqlar imkan verir ki, ana bətnində olan uşağın hətta gözünün rəngi belə müəyyənləşsin. Oğlanmı, qızmı, hətta xəstəmi, sağlammı, bütün bunlar müəyyənləşsin. Və sair bu kimi məsələlər deyirlər ki, bu Quran-ı Kərimlə müasir elmlərin toqquşmasıdır. Deməli, Quran doğru deyil. Ya da Quran bugünkü tələbata cavab vermir. Bu onların iddiasıdır. Nəyə əsaslanırlar? Əsaslanırlar mübarək Loğman surəsinin sonuncu ayəsinə. Luqman aleyhisselamın adına olan surə 34-cü ayə. Buyurur, Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnnəllâhə indəhu ilmus-sa'ah. Həqiqətən yalnız Allah yanındadır qiyamət elmi. Qiyamətin nə vaxt baş verəcəyini yalnız Allah bilir. Və yunezzilul gaysə. Və Allahdır yalnız yağışı endirən, göydən yağış yağdıran. Və ya'ləmu mə fil ərham. Və Allah bilir ki, anaların bətinlərində nə var. Və mə tədri nəfsun məzə təksibu qədən. Heç kəs sabah nə qazanacağını bilmir. Kimsə bilmir ki, sabah nə qazanacaq. Və mə tədri nəfsun bi əyyi ərdin təmut. Heç kəs bilmir ki, hansı yerdə, coğrafi məkanda öləcək. İnnəllâhə alimun xəbir. Amma Allah Teala biləndir və agahdır. Bu ayəyə əsaslanırlar. Elə bu ayəni oxuduqda məlum olur ki, bunların əsaslanmaları çox əsassızdır. Çox əsassızdır. Əvvəla, ayəni düzgün anlamayıblar. Ayə demir ki, yağışın necə yağacağını yalnız Allah bilir. Allah buyurur, qiyamətin biliyi məndədir. Demir, yağışın endirilməsinin biliyi məndədir. Buyurur, yağışı mən endirirəm. Bunun biliyi ilə nə əlaqəsi var? Quran-ı Kərimin cümlə ifadə üslubunu, tərzini bilməyən adamlar bu iradları bildirirlər. Buyurur, İnnəllâhə indəhu ilmus-sa'ah. Həqiqətən yalnız Allahın yanındadır qiyamət elmi. Ki, indi onu da bəhs edə bilərik ki, Allah Teala burada tövhiddən danışır, yəni tövhid-i əfalidən. Yəni, mən yalnız bilirəm və kimsə bilsə mən öyrətmişəm, öz başına bilə bilməz. Əgər Peyğəmbərin müəyyən qeybləri bilməsi varsa, onda mən öyrətmişəm deyə bilir. Heç kəs mənim iznim olmadan bir şey bilə bilməz.
Başqa belə ayələr də var. Məsələn, buyurur ki, فَاِنَّ الْعِزَّةَ لِلّٰهِ جَمِيعًا. Bilin ki, izzət yalnız Allaha məxsusdur. Başqa ayədə deyir ki, izzət Allaha məxsusdur, Peyğəmbərinə məxsusdur, möminlərə məxsusdur. Yaxşı, bəs Allaha məxsus idi. Orada tövhidi bildirir ki, yəni Allah izzət verməsə, nə Peyğəmbərin izzət olar, nə möminlərin, nə qeyri-möminlərin. O tövhidi bildirmək üçün özünün tək qüdrət sahibi olduğunu, müstəqil qüdrət sahibinin yalnız və yalnız Allah Cəllə Cəlaluhu olduğunu bildirmək üçün bu ifadə tərzini işlədib Allah Teala. Burada da buyurur, qiyamətin elmi yalnız Allaha məxsusdur. İndi kiməsə öyrədir, öyrətməz, o öyrətsə öyrənə bilər. Və yunəzzilul qəys və yağışı Allah indirir. Təbii ki, Allah indirir. Hər şey Allah eləyir. Neymətləri Allah verir. Sonra buyurur, və ya'ləmu ma fil ərham. Allah bətinlərdə olanları bilir. Əvvəla, bu və ya'ləmu ma fil ərhamda yalnız və yalnız Allah bilir, deyil. Allah bilir. Yəni, başqaları da bilə bilər. Bu bir. İkinci məsələ. Allah buyurmur və ya'ləmu mən fil ərham. Bətinlərdə kim var, Allah onu bilir. Və ya'ləmu mə fil ərham. Bətinlərdə nə var, Allah onu bilir. Yəni, onun hansı istedadları var, aqibəti necə olacaq, həyat tərzi necə olacaq, onun hansı xasiyyətləri var, hansı düşüncələri olacaq, hansı emosiya ilə dünyaya gələcək, taleyi necə olacaq, bütün bunları yalnız Allah bilir. Heç bir Doppler, heç bir aparat bunları bilə bilmir. Texnik avadanlıqlar uşağın cinsiyyətini müəyyən müddətdən sonra bilə bilər. Ki, Allah Teala ondan qabaq bilir. Allah Teala o müddətdən qabaq bilir. Yəni, texniki avadanlıqlar uşağın erkək və ya dişi olduğunu, xəstə və sağlam olduğunu bilə bilər. Amma bu uşağın xasiyyəti necə olacaq, bu uşağın həyat tərzi necə olacaq, bu uşaq bu dünyada nələrlə qarşılaşacaq, ölümü necə olacaq, aqibəti necə olacaq, bunların hamısını Allah bilir. Sonra başlayır izah eləməyə ki, başqa nələrə bilirəm. Buyurur, siz hansı biriniz bilirsiniz ki, 5 gün sonra nə qazanacaqsınız, necə qazanacaqsınız? Bilmirsiniz, mən bilirəm. Hansı biriniz harada öləcəyinizi bilirsiniz ya, bilmirsiniz? Bilmirsiniz, bunların hamısını mən bilirəm. Bircə burada qalır qiyamət elminin yalnız və yalnız Allaha məxsus olması. Onu da Cin surəsində Allah Teala təlvihən başa salır ki, mən başa salsam, izah eləsəm, mənim Peyğəmbərim də qiyamət elmini bilə bilər. Bu da çox maraqlıdır və bir çoxları elə bilir ki, qeyb elmini yalnız Allah bilir deməklə vəziyyətdən çıxmaq olur. Belə deyil. Cin surəsinin sonlarında 25, 26, 27-ci ayələrdə çox qəribə bir ifadə tərzi var. Allah Cəllə Cəlaluhu buyurur ki, mən öz qeybimi qoymaram kimsə bilsin, əlbəttə razı qaldığım, bəyəndiyim insanlar istisnadır. Ola bilər onlara icazə verin, bilsinlər nələrisə. Cin surəsi 24-cü ayə belə başlayır. 25-ci ayə buyurur. Qul, de, in ədri, mən bilmirəm, əqəribun ma tu'aduna, sizə vədə verilən yaxındır, yəni qiyamətdən söhbət edir. Qiyamət sizə yaxındır. Əm yəc'alu ləhu Rəbbi əmədə, ya Allah ona müəyyən müddət qoyub, hələ sonralar olacaq. Davamında buyurur 26-cı ayədə, alimul qayb. Qeybi Allah bilir. Bu alim, əl-qeyb ki var, qeybin başındakı əlif-lam artikli. Ərəb dilçiliyi elminə, qrammatika elminə əsasən bu əlif-lam ya əhd-i zehnini bildirəcək, yəni öncədən bunların zehniyyəti var, söhbət hansı qeybdən gedir. Ya əhd-i zikrini bildirəcək, yəni öncədən qeyd olunub zikirdə, danışıqda, müzakirə olunub hansı qeybdən söhbət gedir. Ya da məsələn deyək ki, istiğraqı bildirəcək, yəni bütün qeyblərə şamil olacaq istisnasız.
Hər üç halda burada qiyamətə aid olur. Niyə? Çünki bundan öncəki ayədə buyurur ki, sizə vəd olunanın nə vaxt gələcəyini, yaxın ya uzaq olacağını bilmirəm. Söhbət nədən gedir? Söhbət qiyamətdən gedir. Sonraki ayədə ki, deyir, Allah qeybi biləndir. Ən azından söhbət hansı qeybdən gedir? Qiyamət müzakirə olunub, qiyamətdən söhbət gedib, mövzu qiyamətdir, ya da həm də qiyamətdir. Sonra buyurur, فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا. Allah öz qeybinə kimsəni vaqif eləməz. Demir öz qeybini kiməsə bildirməz. فَلَا يُظْهِرُ عَنْ غَيْبِهِ yox, فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ. Öz qeybinə heç kəsi hakim eləməz. Heç kəsi. Heç kəs Allahın qeyb elminə hakim olmaz. Davamında nə buyurur 27-ci ayədə? İlla istisna hallar var, müstəsna olunmuş insanlar var. Kimlərdir? Mən irtəda min rəsulin. Allahın bəyəndiyi hər hansı bir elçi. Kimsə deyə bilər ki, burada Peyğəmbərdən söhbət getmir, mələkdən söhbət gedir. Hər kəs olsun. Deməli, belə çıxır ki, Allahdan başqası olan mələyin qeybdən xəbəri var. Ki, heç kəs İslam dünyasında iddia elə bilməz ki, Hz. Muhammed sallallahu aleyhi və səlləmdən üstün mələk ola bilər, məxluq ola bilər. Yəni, elə bir mələk var, elə bir insan var ki, Peyğəmbərdən daha çox Allah ondan razıdır. Bu mümkün deyil. Allah ki buyurur, razı qaldığımı verərəm, deməli, ən azından Peyğəmbərinə verər. Hansı elmi verər? Ən azından qiyamət elmini. Buradan aydın olur ki, bu insanların iddia etdiyi məsələ ki, Allahın qeybi yalnız, qiyamət elmi yalnız Allaha məxsusdur, sözü də hətta tövhidi bildirir, məxsusluğu bildirmir, boş qalmışdı başqa şeyləri. Yəni, kimsə hansısa aparatla bir uşağın erkək və dişi olduğunu bilə bilər. Yağışın nə vaxt yağacağını bilə bilər. Allah ondan danışmır. Yağış barəsində ümumiyyətlə bilikdən danışmır. Deyir, Yunezzilul qayf, yağışı mən göndərirəm. Bilməməkdən söhbət getmir. Ana bətnindəkinin xüsusiyyəti təkcə erkək dişiliyi deyil, təkcə xəstəlik, sağlamlıq deyil. Bu uşağın həyatı boyu nə qədər incəliklər var, buyurur ki, ya'ləmu ma fil ərham, hamısını Allah Teala bilir. Və əgər istəsə, razı qaldığı bəndələr də bilər. Odur ki, bu irad ki, Luqman surəsinin sonuncu ayəsi ilə müasir hidrometeorologiya elmi ya tibb elmi uzlaşmır, əsassızdır və məntiqə sığmır. Allah'a emanet olun.